ölkədə lotereya var. Niyə görə bunun rəqəmsal formasını yaratmayıblar? Ümumiyyətlə inkubasiya mərkəzi nədir və həmin inkubasiya proqramı startaplara nə qatmalıdır? Millət olaraq ona hazır deyilik. Həm də ki bizim marketinq büdcəmiz o qədər də böyük deyil ki, yəni biz hər yerə yayıla bilək. Buradakı təzad var da. Birincisi siz startapa inkişaf edirsinizsə, mütləq qlobal düşünməlisiniz. Amma siz startapı ayağa qaldırmaq istəyirsinizsə Azərbaycanda, milli mentaliteti mütləq nəzərə almalısınız. Erik Rice'in yazdığı kitablarda və ya Fransadan, İtaliyadan gələn professorun dedikləri heç bir halda Azərbaycanda işləməyəcək. Amma sənin bu startapçı ola bilməyin üçün sən fərqli sahələrdə işləməlisən, özünü yoxlamalısan. Bunları eləməsək daha yaxşı olar. Kimi tövsiyəniz nələr olar? Birincisi, ideyanız varsa, bunu paylaşmaqdan qorxmayın. O deyirlər ki, ChatGPT və ya süni intellekt çoxunun işini əlindən alacaq, amma bəziləri deyir ki, heç kimin işini almayacaq. Mən burada əminliklə deyirəm ki, süni intellekt çox insan işini əlindən alacaq.